Allahu Əkbər sözünün mənası nədir? Bilmirəm. Mən özüm deyirəm Allahu Əkbər, ancaq mənasını bilmirəm. Allahu Əkbər sözünün mənası nədir? Allah böyükdür. Çox söz eləyiyorlar. Allah böyükdür, Allah paşdır. Amma mən qısaca yəni Allah böyükdür, Allah Əkbər. Allahu Əkbər sözünün mənası nədir? Allah böyükdür. Allahu Əkbər sözünün mənası nədir? Allah təkdir. Allahu Əkbər sözünün mənası nədir? Allah böyükdür. Allahu Əkbər, Allah böyükdür. Allahu Əkbər sözünün mənası nədir? Allah Ekber sözünün mənası Allah təkdir. Allahu Əkbər sözünün mənası nədir? Allah təkdir. Yəni bunu bilməyən müsəlman mənə elə gəlir ki, yoxdur. Allaha inanmayan xanımla ailə qurardınız. Nəinki xanımla ailə qurmaq, heç yəni tanımayan bir şəxslə heç salamlaşmazdım da. Niyə? Necə yəni, əgər bir insan öz yaradıcısını tanımırsa, yaradıcısını kəşf edə bilmirsə, bu səhər hansı bir müsbət rəyi ola bilər?